Gecədən əsən güclü külək nəticəsində şəhərin bir neçə yerində ağaclar yıxılıb. Zərrabı küçəsində 22 nömrəli evin qarşısında qurumuş çinar ağacının qırılması, Sənətə Sadiqlər Xidmət müəssisəsinin damının dağılmasına və bir avtomobilin zədələnməsinə səbəb olub. Gece saat 5-15 dəqiqə vardı, mənə külək qalxdı. Mənə bildim Krişan külək apardı. Baxdım ki, bura heç zat yoxdur. Sabah duranda gördüm çınar ağacı yıxılıb, şu bu binanın üstünə. Başqa bir yerdə də belə hadisə olub. 5-ci mikrorayonda 7-ci binanın qarşısında qovaq ağacı yıxılıb. Nəticədə elektrik xətləri qırılıb, sakinlər isə işıqsız qalıblar. Bir də sonra gözlü ağac yıxılıb, o binanın çardağın üstə yıxılıb. Buradan da bu stolpanı beləyib, gəlib ağac şununun üstündə dayanıb. Ən qorxulu, ən dəhşətli hal yaranıb. Bu da deməli başqa çıxış yolu yoxdur. İşıq idarəsinə səhər-səhər zəng gələrim ki, işe gəlmir də, işdə heç olmasa gəlsinlər, bunu zad eləsinlər. Orada söz verdik, gələcək, hələlik gəlməyiblər. Axısı gördük, ta cəmaat özü çöküldü. Yaxşı bu günüz baş vermişdi. Uşaqlar burada oynayırdı. Ayrı belə Ayrı burada var, burada deyib bir neçə ağaçlar var, onlar da hamısı quruyubdur. Yəni bunlar kəsilməlidir, tədbir görülməlidir. Şəhərin müxtəlif yerlərində qurumuş ağaclar var. Əgər vaxtında tədbirlər görülməzsə, bunlar da güclü küləklər zamanı yıxılaraq daha ağır nəticələrə gətirib çıxara bilər. Vüsal Məmmədov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.